Azərbaycan kinosunun humayı olan Zemfira İsmayılova haqqında məlumat. Zemfira İsmayılova 1950-ci ildə Bakıda anadan olmuşdu. Uşaqlıq yaşlarından kinoya çox həvəsi olur. Elə bu həvəs də onu incəsənət aləminə gəlib çıxarır. İncəsənət məktəbini bitirdikdən sonra artıq məqsədini həyata keçirməyə çalışır. Zemfira kinostudiyada redaktor kimi fəaliyyət göstərib. Onun ilk filmi Dəli Kür filmində Pakizə obrazı olmuşdu. Düzdür, bu rol qısa olsa da rejissorların diqqətini cəlb edir. Elə buna görə də rejissor Tofiq Dağzadə onu 7 oğul istərəm filminə çəkir. Bu film onun ən məşhur və baxımlı filmlərindən biri olur. Daha sonralar ailə həyatı quran aktrisa film sahəsindən uzaqlaşır, amma onun övladı olmur. Elə buna görə də cütlük boşanır. Bu hadisədən sonra Zemfira anası ilə birlikdə Azərbaycanı tərk edərək İsrailə köçürlər və neçə illər orada yaşayırlar. Hal-hazırda aktrisa sağdır və İsraildə yaşayır.